Hamıya salam. Bu gün biz sıfırdan məntiq dərslərimizin 8-ci dərsi olan mətnin məntiqi təhlili dərsi ilə davam edirik. Bu dərsdə imtahana bir neçə sual düşdüyünə görə önəmli dərslərdən biri hesab olunur. Mətnin məntiqi təhlili son illərdə qəbul imtahanına nisbətən orta ağır səviyyədə düşdüyünə görə biz bu dərsdə hər növ məntiqi təhlilinə aid suallara baxacağıq. İmtahana düşmüş və düşə biləcək hər bir suala nəzər salacağıq. Gəlin başlayaq. Birinci sualımızda deyir ki, 4 dost, Faiq, Yunis, Səfər, Tofiq və onların 8 uşağı, birinin bir qızı, digərinin 2 qızı, üçüncünün 3 oğlu və dördüncünün bir oğlu, bir qızı ilə birlikdə istirahətə getdilər. Oğlanların adları Vüqar, Əhməd, Zaur, Rəsul, qızların adları isə Aytən, Günay, Könül və Nərmindir. Deməli biz nə edə bilərik burada? Deməli, yazaq, məsəl üçün 4 dənə dost bilmir kimlərdir. İndi adları məlumdur, amma kimin hansı uşaqlar olduğu məlum deyil. Birinin var deyir bir qızı, bir oğlu. Birinin var 3 dənə oğlu. Digərinin var 2 dənə qızı. Digərinin isə yalnız bir dənə qızı var. İndi gəlin başlayaq. Deyir ki, Vüqar qardaşı Zaura deyir. Deməli, Vüqarın qardaşı varsa, bunu yaza biləcəyimiz təkir buradır. Vüqar, Zaur. Deyir ki, gəl Yunis əminin oğlu ilə balıq tutmağa gedək. Deməli, Yunisin oğlu var, amma əmi deyirlər. Bunlar deyil. Demək ki, Yunisin onda yazırıq bura. Bir qızı, bir oğlu var. Yunis əminin oğlu ilə balıq tutmağa gedək. Aytən dedi, bacımla mən də balıq tutmağı sevirik. Aytənin bacısı varsa, yaza bilərik bura təkcə onu. Aytən bacısı var. Bacımla mən də balıq tutmağı sevirik. Keçən il Faiq əminin qızı ilə gedirdik. Faiq əminin qızı varsa, deməli Faiq yaza bilərik bura. Faiq əminin qızını tez-tez balıq tutmağa gedirik. Məmməd bacısına dedi. Məmmədin bacısı varsa, deməli Məmmədi yazdıq bura. Onda oğlan adı bir dənə bir nəfər, daha doğrusu Məmmədi yazdıq aşağısına, oğlanın qabağına. Yazaq deməli. Məmməd oldu burada. İndi 3 dənə oğlan qaldı. 3 dənə oğlan yazmışıq, bir dənə oğlan qaldı. O da kimdir? Rəsuldur. Rəsul deməli bunların 3-cü qardaşıdır. Hə, Məmməd bacısına dedi, Nərmin, sən də gəl, Günay da çağır. Nərmin deməli bunun bacısıymış. Günay da çağır deyir. Səfər də öz qızına dedi ki, Könül, Rəsulu da özünüzdən aparın. Deməli Səfərin də qızı varsa, onu yaza biləcəyimiz tək yer bura qalır. Deməli bu Könüldür. Günayın yaza biləcəyimiz tək yer qaldı Faiq. Deməli, Faiqin uşaqları kimlərdir? Bir dənə Günay bizim doğru cavabımız olur. Bir də sizə bir şey deyim. Mətnin məntiqi təhlilində nə verirsə, hər birində şərtdə nə verirsə, onu bir-bir kənara yazıb sonra təhlil etmək lazımdır. Burada da bir dənə Tofiq qaldı, 3 dənə oğlan Tofiq qalır. Vəssalam. Deyir ki, Adil evə gələrək Elçin və Elmirə dedi. Konsertin vaxtını öyrəndim. İndi sizə bir şey deyəcəm. Özünüz tarixi tapın. Konsert bu 4 tarixdən birindədir. 14 iyun, 12 iyun, 12 iyul, 13 iyul. Gəlin birinizə aid, digərinizə günü deyim və bir-birinizə bildiyinizi demədən doğru tarixi tapın. Sonra Adil Elçinə təkcə ayı, Elmirə isə günü dedi. Bir qədər düşündükdən sonra Elmir dedi, mən təkcə günü bilirəm, ayı bilmirəm. İndi burada deyir ki, mən təkcə günü bilirəm, ayı bilmirəm. Onda belə çıxır ki, bu 12-ni bilir də. Çünki əgər ona 14 desəydi, deyəcək ki, bu iyun ayındadır. 13 desəydi, deyəcək ki, iyul ayındadır. Amma 12 deyir ki, ayı bilmir. İndi deyir ki, Elçin deyir ki, mən təkcə ayı bilirəm, günü bilmirəm. Ayı bilirəm deyir, günü bilmirəm. Hə. Amma bir dəqiqə, deyir, madam ki, Elmir ayı bilmədi, o halda mən konserti, o halda mən günü də tapdım. Mən bildim cavabı deyir. Konsert filan iyul tarixində keçiriləcək. Bu düzgün cavab oldu. Məsələni diqqətlə oxuyub ulduzun yerinə nə olmalıdır onu tapın deyir. Baxın, buna ancaq günü deyib. Elçinə təkcə ayı deyib. Təkcə ayı deyibsə onda belə çıxır ki, buna nə deyib? İyulu deyib. Təkcə ayı deyir ki, mən təkcə ayı bilirəm. Yəni gün barədə məlumatım yoxdur. O da deyir ki, mən də təkcə günü bilirəm, ayı bilmirəm. Ona da 12-ni deyib. Niyə? Çünki 12-dən 2 dənədir. Dəqiq bilmirəm hansı ayı deyib. Bu da deyir ki, konsert filan iyul tarixində keçiriləcək. Bu iyul dediyinə görə artıq bizdə bir dənə cavabımız qalır, o da 12 iyul qalır. Vəssalam. Yəni sadəcə burada bir dənə xırda bir nüans var. Orada deyir ki, mən təkcə günü bilirəm, ayı bilmirəm. Günü bilirsə deməli bu 2 dənə 12-dən biridir. Çünki dəqiq məlum deyil də hansı ayda gedəcək. Çünki 2-dən 12 var. O belə onda desəli biləcək ki, iyulda gedir. 13 desə biləcək ki, iyulda gedir yenə. 13 iyulda gedir. Ona görə burada ancaq bir dənə cavabımız qalır.
Deyək ki, dayanacaq 4 nəfər əyləşib, cavan qız, deməli nənə, oğlan, eynəkli kişi, onlardan birinin əlində it, uşaq, qəzet və gül dəstəsi var. Dayanacağın yanında tələbə qız dayanıb. Deməli başlayaq. Bizdə deməli var 4 nəfər. Nənə, qız, oğlan, kişi. Bunların da əlində deməli it, gül, uşaq və qəzet var. İndi deyək ki, nənənin əlindəki nə itdir, nə də gül dəstəsi deyil. Deməli, nə itdir, nə də gül dəstəsi deyil. Sonra əlində qəzet tutan adam cavan oğlanla qucağında uşaq tutan adamı ilk dəfə də görüb. Belə çıxır ki, cavan oğlanın əlində uşaq deyil və qəzet deyil. Cavan oğlanın əlində uşaq və qəzet yoxdur. Bunlara da mənfini qoyduq. Sonra eynəkli kişinin deməli əlindəki nə qəzet, nə də itdir. Eynəkli kişinin nə it var, nə də qəzet var. Ona da mənfini qoyduq. Cavan qız eynəkli kişidən solda. Əlində gül dəstəsi tutan adamla sağda əyləşib. Bu deməkdir ki, gül dəstəsi nə cavan qızda deyil, nə də kişidə deyil. Çünki deyək ki, gül dəstəsi olan adamla sağda əyləşib, eynəkli kişidən solda əyləşib. Deməli, kişinin əlində gül də yoxdur, eyni zamanda cavan qızın əlində gül dəstəsi yoxdur. Onda belə çıxır, kişiyə qaldı nə? Uşaq. Nənəyə qaldı? Qəzet. Sonra qıza qaldı? İt. Oğlana qaldı? Gül. Bizdən kim deyir? Uşaq kimin qucağındadır? Uşaq kişinin qucağındadır. Eynəkli kişinin qucağındadır. Məsələn, bu cür sualları cədvəl quraraq, bu formada cədvəl quraraq həll etmək daha rahatdır. Sonra 4-cü sual. 4 və 6 tipli suallara baxaq daha doğrusu. Deməli, bizdə belə bir şərt verir ki, universitetdə işləyən A, B, C, D, E, F, G adlı işçilərdən ikisi professor. Deməli, qırağa yazaq. Deməli, 2 dənə professor var. 2 dənə dosent var. 3 dənə isə müəllim qaldı belə çıxır ki. Çünki 7 nəfər adam var. Onlardan deməli biri 600 alır, 1 nəfər 600 alır, 2 nəfər 500 alır, 2 nəfər deyir 400 alır, 2 nəfər isə 300 alır. Bu da əla. İndi deyək ki, aşağıdakılar məlumdur. Heç bir professor, dosent və müəllimdən, heç bir dosent isə müəllimdən az maaş almır. Bu deməkdir ki, professor dosentdən böyük bərabərdir, dosent isə müəllimdən böyük bərabərdir. Niyə böyük bərabər deyirəm? Çünki indi izah edəcəm onu. Az maaş almır çünki demir çox maaş alır, az maaş almır. İndi gəlin bunları düzək. A, B, C, D, E, F, G və C. İndi deyək ki, A, B, C, D, F, G qadındır. Yazaq C, D, F, G. Bunlar qadındır, digərləri kişilərdir. A, B, Y kişilərdir bunlar. Sonra qadınlar ya professor ya dosentdirlər. Deməli, müəllimlərin hamısı kişilərə aiddir. Deməli, bu oldu müəllim, bu da müəllim, bu da müəllimə aiddir. Deyək ki, C professor olmasa da C-nin aldığı qədər maaş alır. C professor deyil. Onda nədir C? Dosentdir. Dosentdir və C-nin aldığı qədər maaş alır. Deməli, C də onda professordur. Professor ala biləcək maaşları qoyun sizə deyim. Deməli, 600 də, bir dənə 600, 2 dənə 500 var. Deməli, professorda 2 dənə professorumuz var. Biri olur 600, biri 500. Dosentlərdən biri alır 500, biri alır 400. Müəllimlər isə 400, 300 və 300. Belə alır maaşlar. Çünki ən böyükdən isə doğrudursa belə bir ardıcılıq alınacaq. Dosentlər burada, professor burada, dosent burada, müəllim isə burada alır. İndi deyək ki, C professor olmasa da C-nin aldığı qədər maaş alır. C nədir bizdə? Qadın. Deməli, bu ola bilər. Dosent deyil, professor deyilsə C, dosentdir. Deməli, C onda professor qalır. Bu oldu professor. Nə qədər maaş alacaq onda bu? Bu da 500 olacaq. Çünki dosentlə professorun ortaq bir dənə maaşı var, o da 500-dür. Yazdıq buna 500. İndi deyək ki, F A-dan 100 manat çox maaş alır. F hardadır? Buradadır. F A-dan 100 manat çox maaş alır. Deməli, bu 500 alınmaz da artıq. Ala biləcəyi tək maaş 400-dür bunun. 400 də ancaq dosentlərə aiddir. Deməli, bu da dosent alır 400 manat. Deməli, A da onda müəllimdə 300 manat maaş alır. C-yə nə qaldı onda? Bir dənə professor qaldı. Çünki hamısını tapdıq, bir dənə professor tapamışıq. O da oldu 600 manat maaşla işləyən. Deməli, bizdə 2 dənə B ilə Y müəllimlər qaldı ki, onların maaşını tapa bilmirik. Biri 400-dür, biri 300-dür. Hansıdır? Dəqiq məlum deyil. İndi deyək ki, əgər B F-in aldığı qədər maaş alırsa, F nə qədər maaş alır? 400 manat. Əgər B də 400 manat maaş alırsa,
Onda Y nə qədər maaş alacaq? 300 manat. İndi canı yoxlayaq. A variantda hansı deməli yəqin düz istəyir bizdən. A B-nin aldığı qədər maaş alır. A 300 alır, B 400 alır. Bu səhvdir. A variantını çıxırıq. Y C-dən 100 manat az maaş alır. Y artıq 300 alır, C isə 500 alır. Bu da səhvdir. B C-dən 100 manat az maaş alır. C 400 alır, C 500 alır, B 400 alır. Bu da səhvdir. 100 manat az maaş alır. B C-dən 100 manat az maaş alır. B 400 alırsa C nə qədər alır? 500 alır. Baxın, deməli 100 manat az maaş alır. Bəli, doğrudur. B D-dən 300 manat az maaş alır. Səhvdir. Cavab olur D variantı. Dosent kimlərdir? Baxaq, dosent kimlər idi? C və F. C-nin F bizdə olacaq nə? D variantı. Aşağıdaşlardan kimlərin dəqiq maaşı tapılmır? B ilə Y tapılmırdı. B yoxdur, D var. Vəssalam, bu da oldu bizim 6-cı sualı, 4 və 6-nın həlli. Deməli 7-ci sual deyir ki, Aynur, Lalə, Dilarə adlı 3 rəfiqə mağazadan alma, armud və caval alırlar. Həm də qızların hər biri yalnız bir növ meyvə alır və bütün bazarlıqlar fərqli oldu. Kimin nə aldığı sualına növbədə dayanan alıcılar belə cavab verdilər. Bu formada cavab verdilər və sonra deyir ki, aydın oldu ki, bu 3 cavabdan ikisi yanlış, yalnız biri doğruymuş. Kim hansı meyvəni aldı? Bax, bir dəfə biz bunun düz olduğunu yoxlayacağıq. Bir dəfə ikincinin, bir dəfə üçüncünün düz olduğunu yoxlamalıyıq hər birində. Yazaq buradan qıraqdan Aynur, Lalə və Dilarə. Məsələn, bunun düz dediyini yoxlasaq, bunları səhv dediyini yoxlasaq. Aynur armud aldı. Tamam, yazaq Aynura armud. Lalənin aldığı armud deyildi. Səhv desə deməli bu da onda armud alıb. Artıq bu fikir səhvdir. Çünki yenə eyni meyvə alındı. Burada deyək ki, hərəsi bir növ meyvə aldı və hər bir fərqli aldı. Deməli biz birincini düz götürə bilmərik. Bunları silək. İkincini yoxlamağa. Bunu düz götürsək indi. İndi deyir ki, Lalənin aldığı armud deyildi. Tam armud deyil. Aynur da armud alıb. Səhv deyilsə. Və Lalənin də aldığı armud deyilsə, onda armudu kim alır? Dilarə alır. Yazaq buna armud. Dilarənin aldığı caval deyildi fikri. Səhvdirsə, deməli bu həm də caval alır. Deməli bu da səhvdir. Biz indi üçüncünü düz yoxlamağa çalışacağıq. Görək düz alınacaqmı? Üçüncüdə nə deyir bizə? Dilarənin aldığı cavalı deyildi. Fikri düzdürsə, bunlar isə yanlışdırsa. Lalənin aldığı armud deyildi. Səhvdirsə deməli armud alıb. Aynur armud alıb. Fikri səhvdirsə. Onda nə ala bilər armud? Aynur nə ala bilər onda? Bizdə qaldı cavalı və alma. Bu da deyir ki, Dilarənin aldığı cavalı deyildi. Armud da bu alsa, deməli onda buna qaldı alma. Onda Aynura nə qalır? Cavalı. Düz gəldi mi hamısı? Bəli. İndi deyək ki, kim hansı evdən almışdır? Aynur nə alıb bizdə? Aynur alıb bizdə cavalı. Aynur cavalası deməli bunlar getdi. Bir dənə qaldı C ilə D. Lalə alıb armud. Bir dənə qalır D variantı. Vəssalam. Bu tip sualda da bu cür həll olunur. Eyni universitet təhsil alan deməli Aytən, Bəhram, Ceyran, Rauf və Eldar tələbələrinin 4-cü ingilis dili, 3-ü fransız dili, 2-si rus, biri isə alman dilini bilirlər. Məlumdur ki, deməli, indi gəlin bunları düzək. İngilis dilini 4 nəfər bilir. 1, 2, 3, 4. Sonra hansı dilə qaldı? Fransız dili. Bunda 3 nəfər rus dilini. 2 nəfər ingilis dilini isə, alman dilini isə 1 nəfər bilir. Hər tələbə 2 dil bilir. Fransız dilini bilənlərdən biri qız, biri oğlandır. Deməli, bunlardan biri qızdır, biri də oğlandır. Eldarla Bəhram yalnız ingilis dilində danışa bilirlər bir-birlərinə. Yəni, ortaq dillər bunlar ancaq ingilis dilidir. Yazaq ingilis dilində Bəhram və Eldar. Aytən, Rauf eyni dilləri bilirlər. Yəni, hər ikisi 2 dənə eyni dilləri bilirlər. Biz indi bunları yoxlamalıyıq hər birində. Məsələn, kim deyir, hansı dillər bilir, deyək, məlumdur. Yoxlayaq görək, Aytənlə Raufu bura yazsaq. Aytən, Raufu yazdıq bura, bir dənə də bura yazaq, fransız dilini yazaq. Aytənlə Raufu yazdıq bura. Kim qaldı bizdə? Bizdə qaldı Ceyran, bir də Bəhramın Eldar. Ceyran bura yazanmarıq. Çünki bir dənə qız var idi. Deməli, Ceyran yazdıq bura. Alman və Rusa. Bəhramla Eldarın isə yerləri dəyişə bilər. Bunlar yerlərini dəyişə bilərlər. Deməli, buradan dəqiq məlum olan nə idi? Aytənlə Rauf, bir də Ceyran idi. Yaxşı, gəlin indi biz bunları buradan silək. Yazaq digərlərlə. Buranı da silək. Yəni,
Aytən Rafı bir dəfə ingiliscə, bir dəfə rusca yazaq. Aytən Rafı yazdıq ingilis, rus. Qızlardan bir dənə Ceyran qaldı. Birini yazdıq bura, birini yazdıq bura. Bizdə kim qaldı? Bizdə qaldı Bəhramla Eldar. Bəhramla Eldar düşdü onda bura. İkisi də fransız dilini bildi. Bu da səhvdir. Çünki bizə deyir ki, ancaq ingilis danışa bilirdilər. Eyni qayda ilə yoxlasaq, məsələn, indi bunları buradan silsək. Məsələn, Bəhramla Eldarı fərqli bir yerə yazaq. Məsələn, Ceyranı yazaq bir dənə bura, bir dənə yazaq bura. İndi daha doğrusu Aytən Rafı bir yazaq bura, fransız bir də rusca yazaq. Aytənlə Raf. Burada qaldı nə? Bəhramla Eldar, bir də Ceyran qaldı. Ceyran yaza bilərik bunlara, Bəhramla Eldar yaza bilərik birini bura, birini də bura və yaxud da yerləri dəyişə bilərik bunların. Dəqiq məlum deyil. Amma burada bir nəfər elə bir ki, eyni iki dəfə öyrənə bilməz deyə bu da yanlışdır. Bir dənə bizim cavabımız bayaqçı idi. Orada da bildiyimiz kimi Aytən, Rauf və Ceyranın hansı dillər bildiyi dəqiq məlum idi deyə cavab olmalıdır A variantı. Keçirik 9-cu suala, 9 və 11-ci suala daha doğrusu. Sxemdə A mərkəzindən, şəhər mərkəzindən qəsəbə getmək üçün yollar göstərilib. Mərkəzi yalnız A qəsəbəsinə birbaşa getmək üçün yollar var. Deməli, A qəsəbəsi, mərkəzlə A qəsəbəsi arasındakı məsafə, qonşu qəsəbə arasındakı məsafələrin hər biri 10 km. Deməli, bunların hər biri arasında 10 km nə var? Fərq var. Hər biri 10-dur. İndiyə ki, nəzərə alsaq, deməli, bundan məlumdur ki, birinci şəxs 50 km gedib. Birinci şəxs deməli 50 km gedib. Gəlib buradan 1, 10, 20, 30, bunu belə yazaq əslində. 10, 20, 30, 40. İndi 50 km gəlib çıxır hara? Bura. 60, 70, 80, 90, 100. Deməli, elə qədər 100-dür. İndi biz 50 tapdıq haranı? Eli. Bu deməkdir ki, bizdə nə alınır? Birinci şəxs gedəcək hara? E qəsəbəsinə 50 km yol gedəcək. 5-ci şəxs də 40 km gedir. 5-ci şəxs gedəcək D-yə. Yazdıq 5-ci şəxs gedəcək D qəsəbəsinə 40 km məsafə gedir. Deməli, 3-cü şəxs 2-ci şəxsin getdiyi yoldan 4 dəfə çox yol gedir. Deməli, 4 dəfə çox yol gedə biləcəyimiz 2 dənə variantımız var. Ya 10-dan 40, amma 40 var burada. Deməli, gedənməz. 20 ilə 80 qaldı. Deməli, hansı şəxs gedir bizdən? 3-cü və 2-ci şəxs. Hə. 2-ci şəxs onda gedəcək hara? 2-ci şəxs onda gedəcək B-yə 20 km-dən. 3-cü şəxs də gedəcək hara? H-a 80 km yol gedəcək. Bunu da belə getdik. 7-ci şəxs ən çox yol gedəndə 7-ci şəxs isə burada deməli elə gedir. Çünki ən çox yol oradadır. 100 km. Deməli, baxaq indi. Deyək ki, bizə hansı mütləq doğrudur? 4 F-ə gedib. 4 barəsində ümumiyyətlə məlumatımız yoxdur. 2 B-yə gedib. Bəli, bu düzdür. Bu dəqiq düzdür. Bunu götürürük. 6 C-yə gedib. 6-ını bilmirik, 10-u bilmirik, 8-i bilmirik. Bizə verdiyi 1, 5, 2, 3, 7 idi. 10-cu sual. 8-ci şəxs 6-cı şəxsin getdiyi yoldan 10 km çox yol gedibsə, hansılar doğrudur? 8 və 6. Deməli, bizə verir 8 və 6. Bu verilən şərtlər yuxarıdakılara heç bir dəxil yoxdur. Çünki bu ancaq bu suala aiddir. Deməli 10 km fərq. 10-20 olanmaz çünki 20 var. Sonra 20-30 olanmaz, 20 var. 30-40 olanmaz, 40 var. 40-50 olanmaz. Yenə 50 də var, 40 da var. 50-60 olanmaz, 50 var. Oldu nə? 60-70. Deməli, onda belə çıxır ki, 8-ni çəkiləcək G-yə 70 km məsafə. Bu da gedəcək F-ə 60 km yol gedəcək. Deyək ki, bizə hansılar doğrudur? 8-ci şəxs 90 gedib, səhvdir. 8-ci şəxs K-ya gedib, səhvdir. C-yə gedir. 8-ci şəxs 9-dan bilmir 9-u. 6-cı şəxs gedəcək F-ə. Bəli, bu düzdür. Cavab oldu D variantı. Hansı mütləq səhvdir? 8 A-ya getmir, bilmirik. 9 70 km gedir, bilmirik. 3-cü şəxs H qəsəbəsinə gedib, bu düzdür. 3-cü şəxs K-ya gedib, bu səhvdir artıq. Bu da belə ki, ancaq H qəsəbəsinə gedib. Deməli, bu da belə. Sonra 12-14 sayılı test tapşırıqlarına baxaq indi. Deməli, deyək ki, bizə informatika müəllimi həftədə 5 gün dərs deyir. Deməli, yazaq. Bazar ertəsi 5 gün deyir. Çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə. Bunu yazdıq belə. Buradan xətləri çəkək. Və
10-cu və 11-ci siniflərə 4 dənə 10-cu sinifə, 4 dənə isə 11-ci sinifə dərs deyir. Deməli həftədə 2 sinifə 10-cu və 11-ci siniflərə dərs deyir. Bu oldu 10, bu oldu 11. Və deyək ki, 4 dənə sinif var. Aydın məsələ ki, 4 dənə sinif 5 gün varsa, hər sinifə dərs deyir və bir sinifə 2 dəfə dərs deyir. Hər belə deyim də sinifə 10-cu 11-ci siniflərdən hər bir sinifə bir dəfə dərs deyir. Yalnız bir dənəsində 2 dəfə dərs deyir. İndi deyək ki, həftədə 1 saat informatika dərsi olur hər birinə. Məlumdur ki, çərşənbə günü 10 üstü aya dərsi var. Çərşənbə günü 10 üstü aya dərsi var. Gətirdik onun qabağına yazdıq A. 11 üstü B-yə yalnız bir dəfə dərsi var. 11 üstü B-yə cəmi bir dəfə dərsi var. Bunu yazdıq bir dəfə. 11 üstü B dərsi olan gün həm də 10 üstü C dərsi var. Bu deməkdir ki, bura B, sağda B olan gün solda C olmalıdır. Bazar ertəsi günü 10 üstü D, 11 üstü aya dərsi var. Bazar ertəsi günü 10 üstü D, 11 üstü aya dərsi var. Yazdıq belə. Çərşənbə axşamı və cümə axşamı eyni bir 11 sinifə dərsi var. Çərşənbə axşamı və cümə axşamı eyni bir 11 sinifə dərsi var. Nöqtələrə qoyduq buraya. Yəni bura nə yazsaq, buranı da onu yazmalıyıq. Cümə və cümə axşamı da eyni bir 10 sinifə dərsi var. Bura və burada eyni hərfləri yazmalıyıq. İndi gəlin belə eləyək. Biz bu C ilə B-ni hara yaza bilərik? Məsələn, buraya yaza bilərik C ilə B-ni. Bəli, yaza bilərik. Buraya yaza bilərikmi? Məsələn, burada C yazsan, bu okey. Amma buraya yazsan, B-in B-ni yuxarı yazmalısan. Bu da deyir ki, bizə 11 üstü B-dən cəmi bir dəfə dərsi var. Burada 2 dəfə alınır. Buraya yazan var, çünki artıq burada A var. Burada yazsan yenə B düşəcək. Burada da aşağı yazmalıyıq B-ni, yuxarı yazanmarıq artıq doludur. Demək yaza biləcəyimiz tək yer buradır. İndi burada C yazdığımıza görə burada C yazmalıyıq. Çünki deyək ki, cümə axşam və cümə günü eyni bir 10 sinifə dərsi var. Burada nə qaldı bir dənə? 10 üstü B-yə də çərşənbə axşam gün dərsi var. Bilmədiyimiz bura qaldı. C ilə D-ni burada hara yazmalıyıq? Məlum deyil. Keçək suallara. Aşağıdakı hansı müəyyən etmək mümkündür? 10-cu siniflərdən hansının müəllim işləmə dərsi var? Var idi. Bax, biz tapdıq C-ni. 11-ci sinifdən hansına dərsi var 2 dəfə? Məlum deyil. Cümə günü müəllimin 10-cu sinifdən kimə dərsi var idi? C-yə dərsi var idi. Bayaq tapdıq bunu. Hansı günlə müəllimin 10 üstü D sinifinə dərsinin olmasını, 11 üstü D dərsinin olmasını bilirik bunu. Bax görək. Hansı günlər müəllimin 11 üstü D sinifinə dərsinin olmasını? Xeyr, bunu da bilmirik. Bu da məlum deyil. Bildiyimiz təkcə 1-dən 3-dür. Sonra müəllimin cümə axşamı ya da 11-ci sinifə deyir hansına cümə axşamı dərsi var? Ola bilər daha doğrusu. Cümə axşamı 4-cü gündür. Ya 11 üstü C ya da 11 üstü D dərsi var. Dəqiq məlum deyil. Bizdə də deyir ki, hansı sinifə dərsi var? Hə, ya da verib. 11 üstü C və 11 üstü D variantları bizdə cəmi A variantında var. Müəllimin 11 üstü B sinifinə çərşənbə günü dərs demə ehtimalı nə qədərdir? Çərşənbə günü bizdə hansı 3-cü gündür? 3-cü gün ola bilməz. Çünki artıq 5-ci yazmışıq. Yəni 0 ehtimal. Bir dəfə dərs deməlidir həftədə 11 üstü B-yə. Yəni 0 ehtimalla cavab olur nə? A variantı. 15 və 17-ci sualları deyilən məlumatlar əsasən cavablandırın. Baxaq. Bir marketdə K, L, M, N, P, R, S, T markalı sabunlar satılır. Sabunlar aşağıdan yuxarı doğru nömrələnmiş 5 dənə rəfdə yerləşir. Deməli, gəlin biriniz yazaq dediyi kimi aşağıdan yuxarı doğru nömrələnmiş 1, 2, 3, 4 və 5 dənə rəf deyir var. Hər rəfdə ən çox 2 markanın sabunu yerləşə bilər. Tamam. 3-cü rəfdə isə ancaq P yerləşir. Buraya yazdıq P-ni. Başqa heç bir şey yoxdur üstdə. N-lə L markalı sabunlar S markalı sabunlardan bir rəf yuxarıdadır. Yəni S-in üstündə nə var? N-lə L var. İndi bunu hara yazacaq bilmirik. Ya 4-5 ya da ki 1-2-yə. K markalı sabunlar T markalı sabunlarla fərqli rəfdə və M markalı sabunlardan bir rəf aşağıdadır. Deməli M-in aşağısında nə var? K var. S markalı sabunlar L markalı sabunlar S və M markalı sabunlarla eyni rəfdə deyirlər. S markalı sabun P markalı sabunlardan aşağıdakı rəflərdən birindədir. Onda belə çıxır ki, biz nə edə bilərik? Aşağıdakı rəflərdən birindəsə deyir S. Yazdıq S-i bura. Onun üzərində nə var idi? NL var idi. Yazdıq bunu da belə. Onda belə çıxır ki, M ilə K-nı da 5 ilə 4-də düzməliyik. Bunları yazdıq belə. Qaldı bizdə nə? Deməli K, M, K, P, N-li yazdıq, S-li yazdıq. Qaldı nə? R ilə T qaldı. İndi gəlin R tapaq. R markalı sabunlar S və M markalı sabunlarla eyni rəfdə deyil. Deməli S-də də deyil, M-də də deyil. Nə qaldı bir dənə? K-ya qaldı. Yazdıq bura R-i. İndi T-ni tapmağı deyir ki, K markalı sabunlar T markalı sabunlarla fərqli rəfdər. Deməli K ilə eyni rəfdə deyil. Ya burada ola bilər, ya da burada ola bilər. Dəqiq deyil bu da. Gəlin suallara baxaq indi. Hansı mütləq doğrudur? R markalı sabunlar birinci rəfdədir. Xeyr, səhvdir. R ilə K eyni rəfdədir. Bəli, bu düzdür.
Bunu götürə bilərik. L markalı hesabının 5-ci rəfləri xeyr 2-dədir. M ilə T markalı hesablar eyni rəfdədir. Ola da bilər, olmaya da bilər. M markalı hesabının 4-ləri xeyr 5-dədir. 16-cı suala baxaq. Hansı mütləq səhvdir deyir. T markalı hesablar 1-ci rəfdədir. 1-ci rəfdə ola da bilər, olmaya da bilər. Sonra N markalı sabunlar T markalı sabunlardan aşağıdakı rəflərdən birindədir. Yenə ola da bilər, olmaya da bilər. T yuxarıda olsa, məsələn 5-ci rəfdə olsa, bəli. N onda T'nin aşağısında olur. R markalı sabunlar M markalı sabunlardan bir rəf aşağıdadır. R M-dən bir rəf aşağıdadır. Bəli, bu düzdür. Mütləq səhv istəyir bizdən. S markalı sabunlar 4-cü rəfdədir. S markalı sabun xeyri 1-ci rəfdədir. Deməli bizim elə səhvimiz D variantı olur. 17-ci sual deyir ki, T markalı sabunlar 5-ci rəfdə olarsa, aşağıdakılardan hansı mütləq səhvdir? T markalı sabunlar 5-ci rəfdə olarsa, yazaq bunu. T markalı sabunlar yazaq 5-ci rəfdə. Yəni M-in yanına T yazaq. Hansı D mütləq səhvdir? Burada deyək ki, bizə S markalı sabunlar 1-ci rəfdədir. Bu düzdür, 1-ci rəfdədir. K markalı sabunlar S markalı sabunlardan üstdəki rəflərdən birindədir. K S-in üstündəki rəflərdən birindədir. Bəli. R markalı sabunlar L markalı sabunların üstdəki rəflərdən birindədir. R L-in üstündədir. Bəli. P markalı sabunlar R markalı sabunlardan altdakı rəflərdən birindədir. P R-in altdaşındadır. Bəli. N markalı sabun 4-cü rəfdədir. X 2-ci rəfdədir. Deməli cavab oldu burada Y variantı. Bu da belə. İndi deyək ki, bizə Cünlar, Orxan, Mahir, Rəvan, Könül, Nəzrin, Ceyhun və Səidə kitabxanadan informatika, pedaqogika, riyaziyyat və tarix kitabları götürüblər. Hər biri yalnız bir kitab götürüb. Getdik bunları yazaq. Deməli bizdə kimlər var? Cünlar, Orxan, Mahir, Rəvan, Könül, Nəzrin, Ceyhun və Səidə. Xərtləri çəkək. Deməli bizə verib hansı kitabları? İnformatika. Yazdıq, bunu xəttini çəkək. Sonra informatikadan sonra pedaqogika. Bunu da çəkək. Riyaziyyat və tarix. Riyaziyyat və tarix. Bunu da çəkdik belə. İndi deyək ki, bizə hər kitabdan 2 dənə götürülübdür. Amma hər nəfər bir dənə kitab götürüb. Məsələn, 8 nəfər adam var. Hər biri bir dənə kitab götürüblər. 4 dənə fən var. Deməli, hər fəndən 2 dənə kitab götürülüb. Orxan tarix kitab götürüb. Vəssalam, Orxan başqa kitab götürmür deməli. Ancaq tarix götürüb. Mahir və Könül götürdüyü kitablar eynidir. Deməli, Mahirlə Könül eyni kitab götürüblər. Cünlar və Səidə müxtəlif götürüblər kitabları. Yazaq, Cünlarla Səidə müxtəlifdir. Riyaziyyat kitab götürən ancaq oğlanlardır. Riyaziyyat deməli ancaq oğlanlara qalır. Deməli, Mahir götürənməz, Orxan götürənməz, Rəvan götürə bilər, bir də Ceyhun götürə bilər riyaziyyatı. Rəvan və Ceyhun götürə bilər. Niyə Mahir götürməz? Çünki Mahir götürsə şey götürərdi, Könüllü götürərdi, o da alınmadı. Olmaz, ancaq deyil, oğlanlar götürə bilər. Bu da getdi və artıq riyaziyyat kitabı bitdi. Sonra Mahir informatika kitabı götürməyib. Deməli, Mahir informatika kitabı da götürməyib. Mahir haradadır? Buradadır. İnformatika götürməyib. Deməli, onda Könül götürməyib. Bunu da çıxdıq. Sonra deməli, onda belə çıxır ki, Mahirlə Könül tarix kitabı götürməzdir. Çünki tarix götürsələr 3 nəfər götürür tarix kitabını. Elə bir ki, Mahir, Könül, onda Orxan 3 dənə tarix kitabı götürmüş olacaqlar. Bizdə deyir ki, hər fəndən 2 dənə kitab götürürlər. Onda buradan bunlar da mənfini qoyaq. Deməli, bunlar nə götürürlər? Pedaqogika kitab götürürlər. Digərlərinə də mənfini yazaq. Bunları da belə yazandan sonra deyək ki, bizə Nəzrin götürə biləcəyi kitablar hansılardır? Deməli, Nəzrin götürə bilən nəyi? Burada bizdə, belə deyim, Cünlarla Səidə deyir ki, fərqli kitab götürməlidirlər. Onda belə çıxır ki, Cünlar əgər informatika götürsə, onda Səidə götürməlidir nəyi? Tarixi. Deməli, Cünlar götürsə, informatika Səidə götürməli tarixi. Məsələn, indi bura informatika götürən yazsaq, bura tarix götürən yazsaq, tarix bitəcək. Burada nə qalır?
Onda nəzrin götürəcək informatika kitabını. Və yaxud da deyək ki, bu tarix kitabı götürür. Bu informatika götürürsə yenə qalır ona informatika kitabı. Çünki informatikada 2 dənə qalıbdı bizdə boş. Tarixdən isə bir dənə. Hökmən ki, bunlardan biri tarixi götürməlidir. Yəni cümlələ səydədən biri tarixi götürməlidirlər mütləq şəkildə. Bizə onda qalacaq nəzrdə bir dənə informatika qalır. Bunu da yazdıq belə. Nəzrdə bir informatika qalırsa, cavab olmalı. Nəzrin götürə biləcək kitab və kitabın hansıdır? İnformatikadır. B variantı. Bu da belə. 19-cu sual. Rəqəm təxmin etmə sualıdır. Deyir, Ayşən və Aytən oyun oynayırlar. Ayşən fikrində 3 rəqəmi bir ədəd tutur. Aytən isə müxtəlif ədədlər yazaraq onu tapmağa çalışır. Ayşən Aytən yazdığı hər ədəd üçün plus və mənfi işarələri ədədə nə qədər yaxınlaşdığını bildirmək üçün impulslar verir. Plus işarəsi yazılan ədəddəki hər hansı bir rəqəmin axtarılan ədədlə eyni mərtəbədə olduğunu göstərir. Yəni plus qoyursa deməli eyni rəqəm eyni mərtəbədə yerləşir, yəni düzgündür. Mənfi işarəsi qoyursa deməli hər hansısa bir ədəd axtarılan ədəd də eynidir, sadəcə fərqli mərtəbədə yerləşir. İndi gəlin baxaq. İpucunu da burada bizə verib. Məsələn, burada deyir ki, nümunə kimi bunu verib bizə. Gəlin biz Ayşənin fikrində tutduğu ədədi tapaq. Bu nümunədə bizə verib ki, mənfi. Deməli, burada 2 dənə düzgün rəqəm var, amma fərqli yerdə yerləşirlər. Burada isə bir dənə düzgün rəqəm var və düzgün yerdə yerləşir. Burada da eyni düzgün rəqəm var və düzgün yerdə yerləşir. Yaxşı, burada belə çıxır ki, onda burada belə deyim. Bundan hər sinə plus qoyubsa, burada. O demək ki, birinci rəqəm elə 1-dir. Çünki hər ikisində ortaq bir dənə 1 var. Burada da hər ikisində ortaq nə var? İkisində plus qoyduq 5 var. Deməli, onda belə çıxır ki, 9 ilə 4 səhvdir və 6 ilə 8 səhvdir. Yuxarıda nə qaldı bizə? Bir dənə nə qaldı? 2 qaldı. 2 qalır, bir dənə bizə. Hə, onu da yazır bura. Düzmü dedik? 4 getdi oradan, 5 getdi. Hə, bir dənə qalır nə? 2. 6 ilə 8 getsə, bir dənə qalır orada 2. Gəlin biz indi bizə verilən tapaq. Deyək ki, Ayşənin fikrinə tutduğu qədər tapın. Burada indi ipuclarını verib. Biri müsbət, bir mənfi. Deməli, bir dənə düzgün rəqəm düzgün yerdə yerləşir. Lakin bir dənə mənfi işarəsi var, deməli o səhv yerdə yerləşir. Burada 2 dənə mənfi işarəsi var, deməli 2 dənə rəqəm düzdür, lakin fərqli mərtəbədə yerləşirlər. Yaxşı. Burada plus qoyulan 2 dənə cavabımız var. Yəni eyni olan 6-dır. Deməli, axırıncı rəqəmimiz 6-dır bizim. Onda belə çıxır ki, 4 ilə 5 səhvdir. Çünki onlara aid heç bir şey bizdə verməyib. Nə mənfi, nə də müsbət yoxdur, yəni səhvdir. Burada da 6-nı tapdıq, qaldı 7 ilə 5. Burada da 6-nı tapdıq. Deməli, buradan 5-i bəyaz çıxdıq, qaldı bilən 7. 7 deməli, ikinci ola bilməsə də qaldı nə? Birinci ola bilər, 7. Deməli, 7 ilə 6 getdi bunların hamısı. 6-nı çıxdıq, 4 də ola bilməz, qaldı 1. 1 də mənfi qoysa, deməli, olmalıdır ikinci yerdə. Cavab oldu 716. 20-22-ci suallara baxaq. Cədvəldə A və B anbarlarında 5 növ meyvələrin bəzilərinin kiloqramla miqdarı və ya faizlə nisbətləri göstərilmişdir. İndi gəlin buradan birinci rəqəmləri tapaq. Bax, 20% 100 olan ədədin onda 100% nə qədərdir? Təbii ki 500. Çünki 5-də 1 100-də rəqəmin özü 500-dür. İndi ümumi bizdə 500 kiloqram meyvə varsa, 500-ün 10%-i 50 kiloqram bunu əritdi. 500-ün 24%-i 120 kiloqramı bunun almadır. Qaldı nə? 120, 80, 200, 300, 350 qaldı 150 kiloqram nə? Portaqala. O da bizdə olacaq 30%. Bura nə qaldı? 50, 60, 80 qaldı 16% də bura. Bu da oldu belə. İndi bizə deyir ki, A anbarında nə qədər portaqal var? 150 kiloqram. Cavab oldu B variantı. Əgər A anbarındakı almanın miqdarı B anbarındakı armudun miqdarına bərabərsə, B anbarında neçə kiloqram banan var? Almanın miqdarı 120-dir. B anbarında onda belə çıxır ki, 120 kiloqram armud varsa, indi 40%-i 120 olan ədədin özü nə qədərdir? 100% nə qədərdir? X-dir. X bərabərdir 120 vurulsun 100 bölünsün 40-a. 40-a. Burada da qalır nə? 300. Bu sıfırdan bu getdi. 13 bölsən, 120 bölsən 4 qalır 3. 30 onu da vursan 350. Bəli. 300 kiloqram burada nə var? Meyvə var deməli. O da deyir ki, banan bizdə neçə kiloqramdır? Gəlin də buradan 318%-ni tapsaq, bura qaldı 54. İndi 54 36, 90, 60 da burada 150, 120 də oradadır, elədi 270. 300-dən də biz çıxsaq 270-i qaldı nə? 30 kiloqram banan bizdə mövcuddur burada. 30 kiloqram banan isə bizdə olacaq nə variantı? Y variantı. 22-ci suala baxsaq, deyək ki, bizdə
Əgər A anbarındakı portağalın miqdarı B anbarındakı banandan 120 kiloqram çoxdursa, B anbarında neçə kiloqram armud var? A anbarındakı portağalın miqdarı B anbarındakı banandan 120 kiloqram çoxdursa. A anbarında nə qədər portağal var? 150, B-də isə 120. Bəli, 30. 120 kiloqram çoxdurmu? Bəli. Nə qədər armud var indi B-də? 120 kiloqram armud mövcuddur. Yəni olacaq burada cavab B variantı. 23-cü sualda deyir ki, Avtotime, taksi, Bakı, Oğuzyol və Rifah şirkətlərinin biri Ford, biri MAN, digər ikisi isə Mercedes marka avtomobillər əldə edibdir. Şirkətdən birinin əldə etdiyi avtomobillər birininkilər avtobus, digər ikisininki yük təyinatlıdır. Deməli bizdə var 2 dənə nə? Mercedes, bir dənə deməli var Ford, bir dənə MAN, 2 dənə Mercedes. Eyni zamanda bir dənə var minik, bir dənə avtobus, 2 dənə nə var? Yük var. İndi bunların saylarını verib. Deyir ki, Mercedes yük avtomobili deyil. Gəlin başlığını silək. Buradan yazaq. İndi bizə deməli şirkətləri verib Avtotime, taksi, Bakı, Oğuzyol və Rifah. Bunları buradan yazsaq. Avtotime, Bakı, Oğuzyol, taksi, sonra hansı idi? Bir dənə də Rifah. Hə. Bir də Rifah yazdıq buradan. İndi bunların deməli sayı var. Yazaq buradan sayları. Növü və markası. Bunu belə yazdıq. İndi deyək ki, bizə Mercedes yük avtomobili deyil. Deməli 2 dənə yük var, 2 dənə də Mercedes vardı. Bunların heç biri Mercedesdən heç bir yük gəlsə, qaldı ondan Mercedesin biri minikdir. Biri nədir? Avtobusdur. Taksi Bakı 15.000 avtomobili əldə edib. 15 minik avtomobil əldə edib. Deməli, hansıdır bu? Taksi Bakı. Hə, Taksi Bakı. Hə, burada 4 dənə şirkət var. Mən 5 dənə yazdım. Taksi Bakı eynimiş. Taksi Bakı. Bunu silək. Hə. Deməli, Taksi Bakı 15 dənə nə əldə edibdir? Minik avtomobil əldə edib. Növ deməli minikdir. Minik hansıdır bizdə? Mercedesdir. Buna qaldı Mercedes. Sonra Rifah şirkəti Avtotime şirkətinin əldə etmədiyi MAN avtomobillərindən az, avtobuslardan çox olan Ford avtomobillərini əldə edib. Deməli, Rifah şirkəti Ford avtomobillərini əldə edib. Yəni yazaq birinci Rifah şirkəti Ford. Biraz orada şərt qarışıqdır. Yazaq indi. Ford. Sonra bizdə nə qaldı? 2 dənə də biri Mercedes, bir də MAN qaldı. Hə. Avtotime'ın əldə etmədiyi MAN. Avtotime ondan MAN əldə eləmirsə nə əldə edib? Mercedes əldə edibdi. Onda MAN nə əldə edibdi? Oğuzyol. Onda belə çıxır ki, Avtotime'ın əldə etdiyi avtobusdur. Çünki Mercedes bir dənə qalmışdı. MANla Ford qaldı. Bunda da yük damsı. Yük. İndi deyir ki, bizə Avtotime əldə etmədiyi MAN avtomobillərindən azdır, avtobuslardan çoxdur. Hə. Yəni o demək istəyir ki, Rifah ortada rəqəmidir, yəni birindən çox, birindən azdır. İndi baxaq görək bizə hansı rəqəmlər qalmışdır? 15 get artıq. 25, 28 və 30. Onda belə çıxır ki, ortada bir rəqəm Rifah şirkəti təbii ki, çünki deyir ki, birindən azdır, birindən çoxdur. Onda bu olmalı 28, Rifah 28-dir. İndi deyir ki, nəyi? Hə. Avtotime'ın əldə etmədiyi MAN-dan azdır. Deməli, MAN hamısından çoxdur. O maldı 30, onda burada qaldı 25. Vəssalam. Bizə nə istəyir indi bizdə? Oğuzyol şirkətinin aldığı avtomobilləri 1. Oğuzyol 1 bizdə nədir? Yükdür.
Ford avtomobillərin təyinatı nədir? Ford da yükdür. İkisi də yük olan bir dənə Y variantı var. Cavab oldu Y variantı. 24-cü sual ovçu məsələsi. Son illərdə qəbul suallarına dəfələrlə düşmüş qəbul imtahanı dəfələrlə düşmüş suallardan birisidir. Gəlin bunu belə eləyək. Deməli, bu hissəni ağardaq, buradan yazaq. Ovçu məsələsi belə qarşı görsənə bilər bir çox tərəfə. Amma yəni sıra-sıra getsək orada heç bir çətin bir şey yoxdur. Bəziləri deyir çox vaxt aparır. Amma yəni həllini bilsən o qədər də çox vaxt aparmır. Deməli belə, bizə verib heyvanları. L, M, K, N və C hərflərinin işarə olunmuş heyvanlar və ovçu var. Gəlin birinci yazaq. Deməli bizdə var ovçu. Sonra var L, M, K, N və C. Bunlar deməli ovçunu görən L cökənin arxasına gizlənir. Yazaq cökənin arxasına gizləndi. Sonra M gizlənir hara? Çinarın arxasına gizlənir. Sonra K gizlənir palıdın arxasına. N gizlənəcək şabalın arxasına. Daha doğrusu N fıstığın arxasına, C şabalın arxasına gizlənəcək. Bu da oldu şabalıdır. Bu bizim birinci gedişimiz olacaq təbii ki. İndi deyəcəm niyə. 2 dənə yer qaldı bizdə nə? O da Şamla Şünar. Boş qalıb bizdə. İndi deyək ki, hər bir heyvan yerini yalnız ovçu onun istiqamətinə gələndə dəyişə bilər. Heyvan digər heyvanların gizlətdiyi yerə gedə bilməz. Özlərinin əvvəl tək etdiyi yerə qayıdanmazlar. Ovçunun yerə dəyişə bilməzlər. Gizlənmə imkanı olmayan heyvan olur ovçunun şikarı. İndi belə deyək. Məsələn, ovçu getsə şam ağacının arxasına gizlənsə, burada heç birində problem yoxdur. Amma məsələn, getsə döşənin arxasına, döşədə belə bir şey anlayacaq ki, el qaçmalıdır. Qalan hamısı yerinə qalır, el qaçmalıdır. El gedə bilər, məsələn, Küşnara. Amma el bundan yana gələ bilməz. Çünki şərt eləyir ki, bizə bir heyvan, digər heyvandan gizlənir ağacının arxasına gələ bilməz. Və eyni zamanda ovçunun axırıncı çıxdığı yer hara? Şam idi məsəl üçün. Şama gizlənə bilməz. Çünki elə bir ki, ovçu oradan gəlir. Məsələn, deyək ki, ovçu buradan gəlir, bu da buradan gəlir, gedir onun ağacının arxasına gizlənməyə. Bunlar burada qarşılaşırlar və ovçu bunu öldürər. Ona görə bu yanlışdır. Deməli, burada deyək ki, birinci şərtdə ovçu gedir Şama. Yazıq buna Şam. Sonra deyək ki, ikinci gedişdə burada çünki kim tutmadı. İkinci gedişdə deyək gedəcək Cökəyə. Bu getdi Cökə. Deməli, onda bu yerini dəyişməlidir. Bu Çinarda qalır. Bu palıqda qalır. Bu fıstıqda qalır. Bu da şabalıqda qalır. İndi Cökə getməlidir hara? 2 dənə yeri var. Ya Şama, ya da Küşnara. Bayaq dediyimiz kimi. Şama gedəməz çünki ovçu oradan gəlib. Deməli, getdi Küşnara bu. Sonra üçüncü gedişdə. Ovçu hara gedir deyir. Üçüncü gedişdə gedəcək ovçu fıstığa. Deməli, onda bu Küşnarda qalır, el. Bu Çinarda qalır. Bu palıqda qalır. Gedir şabalıqda qalır. Bir dənə qaldı nə? N. N getməlidir hara? Ya Cökə, ya da Şama. O da Cökə gedəməz çünki ovçu Cökədən gəlir də, belə deyim. Ovçu oradan gəlirsə, bunun gedə biləcəyi tək bir dənə yer qalır, o da Şam ağacı. Bu da getdi Şama. Bir dəqiqə, bu getdi Şama. Yazaq buna da Şam. Bir dəqiqə. Buna da qaldı Şam ağacı. Sonra indi dördüncü gedişdə. Bu gedəcək hara? Şama getməlidir. Yenidən Şama gedir deyir. Bu getdi Şama. İndi el deməli Küşnarda qalmalıdır. Onu da belə çıxır ki, el Küşnarda qalır. Sonra M Çinarda qalır. Bu palıqda qalır. Bu Şamda qalmayacaq, bu tək eləməlidir. Bu şabalıqda qalır. Deməli, en gedə biləcəyi bir dənə yer qalır. O da Cökədir. Çünki fıstığa gedənməz, ovçu oradan gəlir. Getdi bu Cökəyə. 5-ci gedişdə getməlidir hara? Deməli, 5-də gedir Çinara. Bu Küşnarda qalır.
Bu dəyişəcək, bu parlaqda qalır. Bu zökədə qalacaq. Bu da şabalıqda qalacaq. Deməli, bir dənə çınar yeni dəyişməlidir çınardan. Şama gedə bilməz, çünki oxçu oradan gəlir. Gedə bilməz, ancaq bir dənə fıstıq qalır. İndi 6-cı gedişə baxsaq. 6-da gedəcək hara? Yenidən fıstığa gedir 6-da. Bu çınarda qalacaq. Bu yeni dəyişməlidir. Palıd olmalı bu. Bu zökə olaraq qalmalıdır. Bu da şabalıd olaraq yerində qalmalıdır. İndi buradan M yeni dəyişməlidir. M yeni dəyişməlidir. Deməli, çınara gəlmə, çünki oxçu çınardan gəlir. Gedə bilər ancaq şama. Buna yazıq şamı. İndi yazaq 7-ci gedişi biz. 7-ci gediş, buradan yazaq 7. 7-də deyək gedəcək hara? Zökəyə. Yenidən qayıdıb zökəyə deməli. Bunun da çınar olduğu yerdə qalır. Bu şamda qalacaq. Bu palıqda qalır. Hələ K yeni dəyişməyib. Bir də C yeni dəyişməyib. Bu da şabalıqda qalır. Onda N getməlidir hara? Çınara. Çünki ovçu fıstıqdan gəlir. Həm də özü fıstıqda ola bilərlər. Gedəməz ora. Və 8-ci gedişdə isə deyək ki, bizə hara gedir? Palıdın ətrafını yoxlayır. Yazaq buna zökə, çınar, şam, çınar və şabalıd. Bu palıddan gedə bilər, bir dənə fıstıqadır. Çünki ovçu zökədən gəlir, zökəyə gedə bilməz. İndi deyək ki, bizə 9-cu gedişdə ovçu hansı heyvanlar şikara çevrilə bilər? Məsələn, gəlin yoxlayaq. Daha doğrusu biz 8-də hara gedirdik? 8-də biz palıda gedirdik. Burada zökənin yerinə yazaq palıd. İndi gəlin sizə belə bir şey deyim. 8-ci gedişdə, məsələn, 9-cu gedişdə getsə bu hara? Deyək getdi 9-da Çutnara. Onda bu hara getməlidir? Zökəyə. Əvvəl bu zökədə olub mu əvvəllər? Bəli, olub. Deməli, bu oldu şişar. El oldu bizdə şişar. Çünki artıq onun getmək yeri yoxdur. Palıda gəlməz, çünki ovçu palıddan gələcək. Zökə gəlməz, çünki ovçu özü əvvəl zökədə olubdur. Yaxşı, buna desək indi şam. Şam desək, deməli yenə M getməlidir hara? Zökəyə. M zökədə olmayıb ki, xeyr. Deməli, gedə bilərmi? Bəli. Deməli, M bizdə şişar deyil. Yaxşı, getsə indi fıstığa. Fıstığa getsə yenə K getməli zökəyə. K zökədə olmayıb əvvələ. Deməli, bu da rahatlıqla gedə bilər. Deməli, K bizdə şişar deyil. Sonra, məsələn, getsə çınara indi. Ovçu çınara getsə, N getməlidir hara? Zökəyə. Çünki palıda gedəməz, ovçu oradan gəlib. Bir dənə zökə qalıb. Zökədə əvvəldə bu olub. Deməli, bu da bizim oldu şişarımız. Bu da isə şabalıd, artıq şabalıd rahatlıqla hər yana gedə bilər. Çünki öz yerində qalıb bayaqdan. Deməli, gedə bizdə şişar ola bilməz. Qaldı bir dənə L ilə N. O da bizdə olacaq nə? 1 ilə 4 D variantı. 25-ci suala baxaq. Deyək ki, bizdə bilet kassasının qarşısında əllərində bidon, qovluq, çamadan və çanta olan ABCD, Bakı, Qaçmaz, Qusar və Şabran şəhərlərində yarışda iştirak etməyə, toyda iştirak etməyə, imtahan vermək və bal toplamaq üçün gedən sərnişinlər dayanıblar. Deməli, bizdə var A, B, C və D. Elə? Hə. Buna deməli gedirlər rayon, məqsəd və əşya. İndi deyək ki, bizdə sənədlərini qovluqda aparan A. Deməli, bu aparır qovluqda. Bakıya imtahan verməyə gedir. Bu gedir Bakıya imtahan verməyə. Bal almaq üçün gedən B-nin əlində bidon var. Deməli, bu gedir bal almaq üçün əlində bidon var. Xaçmaza gedən C-nin əlində çanta deyil. Deməli, bu gedir Xaçmaza. Əlində çanta desə nə qaldı? Onda çamadan qaldı buna bir dənə. Çamadan onda deyə qaldı çanta. Yarışda işləmək üçün gedən D Qusara getmir. Deməli D Qusara getmirsə, onda Qusara gedir B. Bir də Şabran qaldı. Şabrana gedir D. Deyək ki, nəyə gedir bu? Yarışa iştirak etmək üçün gedir. Deməli D. Yazdıq buna yarış. Onda bu gedəcək toya. Və salam. Bunu da belə yazdıq. İndi bizə deyək ki,
Qusara gedənin əlindəki nədir? Bunu birdən göstərin. Əlində nə var qusara? Çanta var. Yəni 4 var. Və Şabranda Şabrana gedən hansı məqsədlə yollanır? Yarışda iştirak etməyə yollanır. Düzüm dedik. Şabrana gedən, yarışda iştirak etməyə yollanır. 5. Bir də deyək ki, bizə qusara gedən əlindəki nədir? Bidondur. 1. Bidonla 5. 1 ilə 5 cavab olur bizdə A variantı. Bu da belə. Keçək indi qəbula düşmüş ən çətin və vaxt aparan suallardan birisinə, mətnin məntiqləri suallarından birisinə. Belə bir sual verir bizə. Ağacdan qopan yarpaqların bir hissəsi təmiz skamya, bir hissəsi ağacın yanından axan çaya, qalan hissəsi isə otların üzərində tökülmüşdür. Çaya tökülən yarpaqların 1/3-ni çaydakı daşlar ilişib qalır, qalanı su aparır. Yəni biz bunu bir dənə sxemlə təsvir edək. Deməli bu ağacdır. Buradan 3 dənə yerə yarpaqlar tökülür. Buna deyək X. Bu olsun bizdə skamya. Bu bizdə olsun otlar. Buna deyək bir dənə Z. Bu da olsun bizdə çay. Buna deyək Y. 3 dənə yeri yazdıq belə. İndi bizə deyək ki, otların şərtdə deyək ki, bizə burada deyək ki, çaya tökülən yarpaqların 1/3 hissəsi çaydakı daşlar ilişib qalmış suların qalanını isə su aparmışdır. Yaxşı, bunu biz belə götürsək indi, qalanı su aparsa, biz Y-nə yaza bilərik buradan. Y yaza bilərik ancaq Y, gəlin baxın, 1/3-ni hansını deyir bizə? Deməli 3/1 daşdan ilişib qalıb, qalanı su aparmışdır. Deməli bunu özü də 2 yerə bölünəcək buradan. Belə çəkək. Bunun yarısını deməli daşı ilişib qalır, qalanı su aparır. Deməli 1/3 qalır, 1/1 Y. Buradadır. 3-dəkisini də nə edir? Su aparır. Bunu da yazdıq belə. İndi bizə deyir ki, yuxarı şərtə baxaq. Otların üzərində tökülmüş yarpaqların rəngləri qırmızı olanları tək hərflə ifadə olunur. Və deyir ki, bizə onların sayı, sarı rəngli olan yarpaqların sayından azdır, yaşıl yarpaqların sayından çoxdur. Biz gəlib indi buradan Z-i belə götürməliyik ki, gəlin baxaq Z-də. Deməli, qiymətini bilmirik də burada. Deyir ki, Z-dəki yarpaqların yarısını deyir. Z-dəki yarpaqlar deməli qırmızılar tək hərflə ifadə olunur. Qırmızılar. Onların sayı sarıdan kiçikdir, yaşıldan böyükdür. Deyək ki, bunda təkdir. İfadə olunur. Bunu da yazdıq belə. Yaxşı, başqa şərt nədir bizdə? Onu da oxuyaq. İndi deyək ki, sonradan əsən külək ağacdan daha altdan yarpaq qoparır və onu tökür otların üzərinə. Yazaq indi. Bura Z idi. Oldu Z üstə gələk 6. Tökür otların üzərinə və həmən külək skamyaya düşmüş yarpaqların 60%-ni sovurur. X-in 60% nə qədər? Yəni X-in 60%-ni tapsaq, 60-a vurub 100-ə bölsək, alacaq burada 0,6x. 60%-ni sovurdu. Burada nə qalır onda? 0,4x. 0,6x bizdə düşdü. Skamyadan düşdü. Onu da deyək ki, yarısını otların üstünə tökür. 0,6-ın yarısı nə qədərdir? 0,3. Yazaq buna 0,3x. Sonra qalan 0,3-ü eləyir. Digər yarısı isə çaydakı daşlar ilişmiş yarpaqların 4/1 hissəsindən bərabər suya qovuşdurur. Deməli bu suya gedir. Belə çıxır ki, 0,3x. Və deyək ki, bunun 4/1-dən bərabər. 3/1-in 4/1 nə qədər? 3/1 bölünsün. 3/1-in 4/1-i. 12/1. 3/1-dən 12/1 çıxanda qalacaq burada. 3/1-dən gəlin 12/1 çıxaq. Bu 12-də 4. 12-də 3 qalır. Yəni 4/1 qalır. Deməli burada qaldı nə? 4/1 Y. Burada isə 12/1 Y yazırıq buradan. Bunu da yazdıq belə. İndi bizə deyir ki, şərtdə deyir ki, ağacda ən az neçə yarpaq olub? Ən az dediyinə görə burada biz hamısından minimum qiymət verməliyik.
İndi gəlin x elə bir qiymət verək ki, onu məsələn 0,4-ə vuranda belə deyim, natural ədəd alınsın da, tam ədəd alınsın. X-ə deyə bilərik bizdə bu 10. X 10 desək, bu oldu 4. Yazaq buna 4. Bu olacaq 3. İndi. Bəs yaxşı. Onda y nə deyə bilərik? Həm 3-ə bölünsün, həm 4-ə bölünsün, həm də 12-yə bölünsün. Ən kiçik rəqəm 12 deyə bilərik y-ə. İndi burada biz yazsaq, burada indi biz 12 yazsaq, 12 yazdıq bura. İndi 12-yə vursaq. Burada qaldı nə? 3. Burada qalacaq. 12-yə vuranda, 12-nin üstə 2-yə vuranda 8. Üstə gələnsin. Biz bunu bayaqları x 10 demişiksə 3-ə vurduq. Oldu belə. Üstə gələnsin də 12-ni vursan 12-də 1 elədi 1. Bu da oldu nə qədər? 12-dən də burada deməli yarpaq qaldı. Su apardı 12-dən yarpağı. Z-də nə deyə bilərik? Z-də isə deyə bilərik ən kiçik qiymətləri. Yəni nəyi? Məsələn, burada indi qırmızı yarpaqlar tək hərflə ifadə olunur. Ən kiçik tək hərf bizdə 1-dir. Amma 1-dən kiçik nə var? 0 var. O naturalda deyil axı. 0-dən yaşlı yarpaq olmaz yəni. Biz onda deyə bilərik qırmızı yarpaqların sayını belə. Məsəl üçün deyək buna belə bir şey verir bizə. Biz buna deyə bilərik 3. 3-dən böyük ən kiçik 4-dür. Bəs yaxşı, 3-dən kiçik nə götürə bilərik? Ən kiçik 1 götürə bilərik. Çünki bizə minimum deyir. Nə qədər yarpaq oldu burada da? Oldu 8 dənə. Deməli Z oldu bizdə 8. Gətirib burada yerinə qoysaq. 8 üstə gələnsin 6, üstə gələnsin 3 neçə eləyir? 17 eləyir. Bu da oldu 17 dənə yarpaq. İndi bunları toplasaq. Arada toplayaq bunları boş yer. Yazaq buradan. 4 üstə gələnsin 3, üstə gələnsin 12, üstə gələnsin 17. Bundan cəmi neçə eləyir? 29, 7, 36. Deməli bizdə ən az 36 dənə nə olub? Yarpaq olub. Hansı müəyyən etmək mümkündür? Çay daşlarına ilişib qalmış yarpaqların sayını tapmaq mümkündür. Mümkündür, amma biz minimum sayını tapdıq. Deməli mümkün deyil. Bizə minimum deyildi, biz minimum qoyduq, rəqəm qoyduq, tapdıq. Otların üzərində ilişib qalan yaşıl ağac yarpaqlarının minimum sayını tapdıqmı? Bəli, 1 tapmışıq buna. Bunu tapdıq. Ağacdakı yarpaqların maksimum sayı bu mümkün deyil. Bir dənə cavab olacaq burada 2, yalnız C variantı. Yarpaqlardan ən az neçəsini su aparıb? Burada su aparanlar nə qədər idi? 12 dənə yarpaq idi, su apardı. Deməli, bu da ən çətin və vaxt aparan ağac məsələlərindən birisi idi. Onu da həll etdik. Deməli, bu videonun gəlin sonuna gələk. Növbəti videoda isə qalan bütün mətni məntiq təhlili sualların hər birinə baxacağıq. Deməli, növbət dərs görüşər yolunda. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Kanala abunə olub, bəyənməyi də unutmayın. Sağ olun.